Salam əziz izləyicilər, mən sizlərə 4-cü sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. A tapşırığından başlayaq. Nənəsinin su pərsinə insanlar haqqında verdiyi məlumatları qeyd et. Dərslikdə mövzunu oxuyub anladıqdan sonra bu məlumatları qeyd edə bilərik. Bunlar hansı məlumatlardır? İnsanlar xüsusi varlıqlardır. Onlar çox ağıllı və güclüdürlər. Lakin bizdən fərqli olaraq tənzim dilində yaşaya bilmirlər. Qeyd edək. İnsanlar xüsusi varlıqlardır. Onlar çox ağıllı və güclüdürlər. Lakin bizdən fərqli olaraq dənizin dibində yaşaya bilmirlər. Davam edək. Kiçik su pərsi mətninə əsasən su pərsi haqqında məlumatları yaz. Dərslikdə mətnin adı su pərsi mətnidir. Kiçik su pərsi deyil. Görünüşü haqqında nələri qeyd edə bilərik? Mətnimizdən görürük ki, su pərsinin görünüşü haqqında nələr yazıb? Su pərsinin bədəni qadına bənzəyir. Hamar ağ dərsi və uzun qəhvəyi saçları var. Delfin quyruğuna oxşar, quyruğu ona xüsusi yaraşıq verir. Qeyd edək. Su pərsinin bədəni qadına bənzəyir. Hamar ağ dərisi və uzun qəhvəyi saçları var. Delfin quyruğuna oxşayan quyruğu ona xüsusi yaraşıq verir.
Davam edək. Həyat tərzi haqqında nələri qeyd edə bilərik? Su pərisi ailəsi, yəni bacıları, nənəsi və atası ilə birlikdə yaşayırdı. O günün çox hissəsini nənəsi ilə birlikdə keçirirdi. Nənəsinin danışığı hekayətlərini dinləyirdi. Danışdığı hekayətləri dinləyirdi. Su pərisi, ailəsi, qısa olaraq yazaq, birlikdə yaşayırdı. Ailəsi ilə birlikdə yaşayırdı. O günün çox hissəsini nənəsi ilə birlikdə keçirirdi. Nənəsinin danışdığı hekayələri dinləyirdi. Davam edək. Yaşadığı yer haqqında mətnimizdən görürük ki, su pərisinin yaşadığı Mərzən sarayı dənizin dibində yerləşir. Sarayın pəncərələri təmiz kəhrabadan hazırlanmışdır. Pəncərələr dalğaların təsirindən gah açılır, gah da bağlanırdı. Qeyd edək. Su pərisinin yaşadığı Mərcan sarayı dənizin dibində yerləşir. Sarayın pəncərələri təmiz kəhrabadan hazırlanmışdır. Pəncərələr dalğaların təsirindən gah açılır, gah da bağlanırdı. Düşüncələri qeyd edə bilərik ki, kiçik su pərisinə insanların həyat tərzi çox maraqlı idi. Elə buna görə də insanlar haqqında hekayətlər onu daha çox maraqlandırırdı. O insanları görmək, onlarla ünsiyyət yaratmaq istəyirdi. Qeyd edək, kiçik su pərisinə insanların həyat tərzi çox maraqlı idi. Elə buna görə də
İnsanlar hakkında. Hikayetler onu daha çok maraqlandırırdı. O insanları görmək, onlarla ünsiyyət yaratmaq arzusunda idi. O insanları görmək, onlarla ünsiyyət yaratmaq arzusunda idi. Növbəti səhifədə olan tapşırıqlarımıza baxaq. Səhifə 44-də olan tapşırıqlara baxırıq. Supersi mövcuddurmu mətninə əsasən cümlələri tamamla. İngilislər superlərinə mermaid, ruslar isə nə deyirdi? Rusalka deyirdi. Rusalka deyirlər. Onların çox çirkin olduğunu qeyd edir. Kim qeyd edirdi? Kolumb. Kolumb onların çox çirkin olduğunu qeyd edirdi. İngilis dənizçisi gündəliyində superlərinin hamar, ağ dərsi və qara saçları olduğunu qeyd edirdi. Kimlər qeyd edirdi? Henry və Hudson. Henry Hudson. Dənizçilərin superləri adlandırdıkları varlıq dəniz inəkləri idi. Əslində onlar dəniz inəkləri idi, sadəcə supersi adlandırmışlar. Dəniz inəklərinin başında dolaşan superlərinin uzunsaçlı olduğunu düşüncəsini yaradırdı. Onların başına yosunlar dolaşmıştı. Yosunları da saça bənzətmişlər. Yosunlar. Dəniz inəklərinin başına dolaşan yosunlar superlərinin uzunsaçlı olduğu düşüncəsini yaradırdı. Növbəti B tapşırığına baxaq. Fikirlərin hansı mətnə aid olduğunu müəyyən et. Supersi mətni, bir də supersi mövcuddurmu? Supersi bu əslində supersi mətindir. Baxaq. Mətndə superləri haqqında danışılır. Mətndə superləri haqqında danışılır. Superləri haqqında elmi mülahizələr verilir. Bu supersi mövcuddurmuya aiddir. Superləri şəxsləndirilib. Supersi mətninə aiddir. Superlərin görünüşü haqqında məlumat verilir. Supersi mövcuddurmu? Superləri haqqında informativ mətindir. Bu da supersi mövcuddurmu? Superləri batmaq təhlükəsi ilə üzləşən insanları xilas edirlər. Supersi mətninə aiddir. Kriptoqramı həll et, sözləri tap. Baxaq. Qoçaqlıq göstərən, cəsur, qoçaq necə adlanır?
adlanır igid. Xəfif yer, yüngül, sakit külək adlanır meh. Hərbi hissə başçısı komandir. Yaşıllığı olan istirahət yeri park. Kiçik Süpərsi nağılının baş qəhrəmanının heykəli qoyulduğu ölkənin adı bu Danimarkadır. Heykəlin yerləşdiyi şəhər Kopenhagen. Davam edək növbəti səhifədə olan tapşırıqlarla. Verilmiş fikirləri cədvəl üzrə qruplaşdırın. Fikirlərə baxaq. Kitab haqqında rəy yazmaq. Kitab haqqında rəy yazmaq. Bu, baxın, cədvələ əvvəlcə gəlin diqqət edək. Oxudan əvvəl, oxu zamanı, oxudan sonra. Kitab haqqında rəy yazmaq nə zaman ola bilər? Biz kitabı oxuyub, onun haqqında məlumatlı olduqdan sonra kitab haqqında fikir bildirə bilərik, rəy yaza bilərik. Bu A olacaq oxudan sonra. Uyğun gəlir oxudan sonraya. Diqqəti cəlb edən fikirləri qeyd etmək. Diqqəti cəlb edən fikirləri qeyd etmək bu olacaq oxu zamanı. Biz oxu zamanı kitabı oxuyanda diqqətimizi nələr cəlb edirsə onları qeyd edirik. Kitabın annotasiyası ilə tanış olmaq. Biz kitabı oxumamışdan öncə annotasiyası, qısa məzmunu ilə tanış olub, bizdə maraq yaratdıqdan sonra onu oxuyuruq. Bu oxudan əvvələ uyğun gəlir. Kitabın və müəllifin adına, üz qabığına diqqət etmək. Bu da kitabın oxudan əvvəl mərhələsinə uyğun gəlir. Çünki biz oxumamışdan əvvəl kitabın, müəllifin adına fikir veririk, kitabın üz qabığına fikir veririk. Mən bu kitabı nə üçün oxumalıyam deyə düşünmək. Bu da oxudan əvvəl baş verir. Yəni, mən bu kitabı oxusam, mənim üçün faydası nə olacaq? Hansı məlumatları əldə edə bilərəm oxumaqla? Oxudan əvvəl düşünürük bu haqda. Tanış olmayan sözlərin mənasını araşdırmaq. Bu da oxu zamanı baş verir. Biz kitabı oxuyanda qarşımıza çıxan hər hansı bir çətin sözləri, ümumiyyətlə, yəni bir mətni oxuyanda qarşımıza çıxan çətin sözləri qeyd edirik və mənalarını müəyyən etmiş oluruq. Oxu zamanı, E-də olan fikir aiddir oxu zamanı. B tapşırığına baxaq. Oxuduğun sonuncu kitaba istinad edərək cədvəli tamamla. Bu artıq sizin müstəqil tapşırığınızdır. Oxuduğunuz hər hansısa bir bədii kitabın adını qeyd edə bilərsiniz. Müəllifi kimdir? Onu qeyd edə bilərsiniz. Əsərin növünü qeyd edə bilərsiniz. Qısa məzmununu, məsələn, annotasiya kimi sizdə maraq doğuranlar nə olub oxuyanda, oxu zamanı. Onu qeyd edə bilərsiniz ki, başqalarında maraq yaratsın. Oxudan əvvəl biz onları görəndə bizdə maraq yaratsın. Yəni, sizin qeydləriniz əsasında bizdə maraq yaratsın. Biz də o kitabı oxuyaq. Öyrəndiyin yeni sözləri qeyd edə bilərsən. Götürdüyün qeydləri, kitab haqqında sonda ümumi bir rəy yaza bilərsən. Öz fikirlərini yaza bilərsən. Sonra səhifə 46-da olan tapşırıqlara baxaq. Suallara cavab verən cümlə üzvlərini seçib yaz. Baxaq. Uşaqlar Divar qəzetini təqdim etdilər. Baxaq. Nə etdilər? Təqdim etdilər. Kim təqdim etdi? Kim? Uşaqlar. Nəyi təqdim etdilər? Divar qəzetini. İkiyə baxırıq. Sabah Bakı şəhərində güclü külək əsəcək. Nə edəcək? Əsəcək. Nə əsəcək? Külək. Nə vaxt əsəcək?
Sabah. Harada əsəcək? Bakı şəhərində. Ceyhun sabahki imtahana ciddi hazırlaşıb. Ne edib? Hazırlaşıb. Kim hazırlaşıb? Ceyhun. Necə hazırlaşıb? Ciddi. Nəyə hazırlaşıb? İmtahana. Hansı imtahana? Sabahki imtahana. Növbəti B tapşırığına baxaq. Cümlələrin əsasını müəyyənləşdirib yazaq. Səməd babasının səsinə oyandı. Cümlənin əsası mübtəda və xəbərdir. Oyandı. Kim? Səməd. Səməd oyandı. Nübar və Nəzrin şirniyyat bişirdilər. Bişirdilər. Kim? Nübar və Nəzrin. Yusif diqqətlə baxanda uzaqdakı adamı tanıdı. Tanıdı. Kim? Yusif. Yusif tanıdı. Sonra isə 4-ə baxaq. Qara maşın küçənin ortasında dayandı. Qara maşın küçənin ortasında dayandı. Burada isə nə etdi? Dayandı. Nə? Maşın. Cümlənin əsasını təşkil edəcək. Maşın dayandı. Sonuncu tapşırığa baxaq. Cümlələrin baş üzvlərini müəyyən edib altından xətt çək və qarşısında sualını yaz. Müəyyən edək. Gecədən yağan qar hər tərəfi örtmüşdü. Nə örtmüşdü? Qar. Xəbər. Nə etmişdi? Sualına cavab verir. Nə etmişdi? Örtmüşdü. Nə? Qar. Mübtəda isə nə sualına cavab verir? Həyatda uca boylu bir oğlan daxil oldu. Nə etdi? Daxil oldu. Kim? Oğlan. Oğlan kim sualına cavab verir? Mübtədadır. Daxil oldu. Xəbərdir. Daxil oldu. Daha doğrusu sualını yazaq. Nə etdi? Nə etdi? Daxil oldu. Kim? Oğlan. İdmançılar olimpiya yarışına hazırlaşırlar. Nə edirlər? Hazırlaşırlar. Kim? İdmançılar. Mübtədamız idmançılardır. Kim sualına cavab verir? Hazırlaşırlar. Nə edirlər? Hazırlaşırlar. Xəbərin sualı nə edirlər? Növbətçilər sinifdəki çiçəkləri sulayacaqlar. Nə edəcəklər? Sulayacaqlar. Kim? Növbətçilər. Mübtədamız növbətçilər sözüdür. Kim sualına cavab verir? Xəbərin sualı isə nə edəcəklər? Günel bütün tapşırıqları düzgün həll edib. Nə edib? Həll edib. Nə edib? Həll edib. Kim? Günel. Günel həll edib. Günel mübtədadır. Kim sualına cavab verir?
nə edib? Həll edib. Həll edib də xəbərdir. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik.